Unudulmuş qəlbin səssizliyi. Şeirin müəllifi Əli Yusif. Bu qəlbimi açdım sənə, sözsüz, səssiz, gözlərimlə danışdım. Sənə yanan könlümü bilmədim, ya da bilməməzliyə vurdum. Mən sənə könül verdim, amma sən yad bir baxışla ötüb keçdin. Bir zamanlar mənim dediyin adımı başqasının nəfəsində pıçıldadım. Səni içimdə yaşatdım, qəlbimdə sənə yer açdım. Amma sən o yeri soyuq baxışlarla tərk etdin. Nədən sustun? Nədən məni kimsəyə dəyişdin? Halbuki sənə verdiyim hər duyğu bir ömrün sükutla yazılmış nağılıydı. İndi susuram, bu sükut qəlbimin səssiz fəryadıdır. Unudulmaq ölüm deyil, amma sevib unutmaq bəlkə də əbədi bir ağrıdır. Sevib unutmaq bəlkə də əbədi bir ağrıdır. Qiraət etdi Nəzakət Mustafa.